Rəhmən və Rəhim olan Allahın adı ilə. Fərəc duası. Azərbaycan dilində tərcüməsi. Qovulmuş şeytanın şərrindən Allaha sığınıram. İlahi, bəla böyüdü, gizli olanlar aşkar oldu, pərdələr çəkildi, ümidlər kəsildi, yer daraldı və səmanın bərəkəti kəsildi. Yalnız səndən kömək dilənir, yalnız sənə şikayət olunur. Çətinlikdə də, rahatlıqda da yalnız sənə güvənilir. İlahi, Məhəmmədə və Məhəmməd ailəsinə itayətlərini bizə vacib etdiyin və məqamlarını bizə tanıtdığın ulul əmrə salavat göndər. Onların haqqı xatirinə bizə təcilən göz qırpımı qədər və ya bundan da daha yaxın bir fərəc nəsib et. Ey Məhəmməd, ey Ali, ey Ali, ey Məhəmməd, mənə kifayət edin, çünki siz ikiniz mənə kifayətsiniz. Məni zəfərli edin, çünki siz ikiniz zəfər bəxş edənlərsiniz. Ey Mövlamız, ey zamanın sahibi, fəryad yetiş, fəryad yetiş, fəryad yetiş. Mənə imdad et, mənə imdad et, mənə imdad et. Bu saatda, bu saatda, bu saatda tələsin, tələsin, tələsin. Ey rəhimlərin ən rəhimlisi Məhəmməd və onun pak əhl-i beytinin haqqı xatirinə.